Süni intellektin tamamilə Azərbaycan dilində real insan kimi danışdığını bilirdiniz. Çünki bu insanların çoxunun bilmədiyi bir şeydir və əlavə olaraq insanlar hələ də elə bilirlər ki, süni intellekt səsləndirmə edəndə səs robot kimi çıxır. Amma əslində elə deyil. Biz işlərdə, bütün proyektlərdə artıq real insan yerinə süni intellekt vasitəsilə səsləndirmə edirik və tamamilə Azərbaycan dilində. Siz də öz işlərinizdə istifadə edə bilərsiniz və ən əsası tamamilə ödənişsizdir. İndi sizə necə olduğunu göstərəcəm. Gəlirik brauzerə, yazırıq Google AI Studio. Axtarışa verirsiniz, ilk sırada bu sayt çıxacaq. Diqqətlə baxın, AI Studio Google. Giririk bu sayta. Sayta giriş edəndə belə bir interfeys bizi qarşılayır. Burada biz gəlirik Speak with Gemini. Onu seçirik. Burada əsas nöqtə, püf nöqtəsi nədir bu işin? Single və multi-speaker özəlliyi var da, burada biz single'ı seçməliyik və gəlirik bura istədiyimiz mətni yazırıq. Salam, əziz izləyicilər. Buradan səsləri seçirsiniz, istədiyiniz səs ola bilər. What do you want to explore? Məsələn, fərqli səslər mövcuddur. Burada baxa bilərsiniz siyahıya. Biz seçdik bunu. Sonra gəldik, run elədik. Salam əziz izləyicilər. Bu belə sol tərəfdə aşağıya düşəcək. Gələcək buradan download və istədiyiniz kimi istifadə edə bilərsiniz. Siz də istifadə edən fikirlərinizi bizimlə paylaşarsınız.